Salam hörmətli YouTube izləyiciləri, hər kəsi Texnoada YouTube kanalında xoş gördük. Bildiyiniz kimi, əvvəlki videoda kompüterin daxili yaddaş qurğularından danışmışdıq. RAM, statik RAM və ROM-lardan bəhs etmişdik. Bu dəfə isə xarici yaddaş qurğuları haqqında məlumat verəcəm. Videoya keçməzdən əvvəl kanala abunə olmağı və daha çox izləyicinin məlumatlanması üçün videoları bəyənməyi unutmayın. Xarici yaddaş qurğuları kompüterdə məlumatların uzun müddət saxlanılması üçün istifadə olunan qurğulardır. Bu qurğular elektrik enerjisi kəsilsə belə məlumatları silmir və faylları təhlükəsiz şəkildə yadda saxlayır. Şəkildə də xarici yaddaş qurğuları əks olunmuşdur. Flash kartlar, hard disklər, SSD-lər, NVM SSD-lər, M2 SSD-lər, disketlər göstərilmişdir. Biz əvvəlki videoda daxili yaddaş qurğularının müvəqqəti yaddaş olduğunu demişdik. Yəni, elektrik kəsintisi olarsa, məlumatlar yadda saxlanılmırdı və silinirdi. Xarici yaddaş qurğuları isə tam əksinə məlumatları saxlamaq üçün istifadə olunur. Buna görə də məlumatların uzun müddət saxlanılması, hətta daşınıla bilər olması cəhətdən xarici yaddaş qurğularından istifadə edilir. Xarici yaddaş qurğularının əsas funksiyaları məlumatların saxlanılması, məlumatların daşınılması, ehtiyat yaratmaq, nüsxə yaratmaq, yəni backup, əməliyyat sisteminin saxlanılması, proqram və oyunların yazılması və saxlanılmasıdır. Hard disklərdə məlumatlar necə saxlanılır? Hard disklərdə məlumatlar maqnit disk üzərində sektor və treklər şəklində saxlanılır. Trek disk üzərində dairəvi məlumat yollarıdır. Sektor isə treklərin bölündüyü kiçik yaddaş hissələridir. Şəkildə də gördüyünüz kimi hard disk göstərilmişdir HDD və sektorlar, treklər şəkildə göstərilmişdir. Əməliyyat sistemi faylları sektorlar daxilində saxlayır. Hard diskin sürət göstəriciləri RPM, yəni rotation per minute ilə ölçülür. RPM nədir? Diskin 1 dəqiqədə neçə dəfə fırlandığını göstərən tezlik, yəni sürət ölçü vahididir. RPM-lər 5400, 7200 və 10000 plus ola bilər. Hard diskin üstünlükləri nələrdir? Böyük yaddaşa malikdir, aşağı qiymətdir, yəni ucuzdur, arxiv üçün ideal seçimdir. Üstünlükləri olduğu kimi, təbii ki, çatışmazlıqları da vardır. Mexaniki səs yaradır, yəni səsli işləyir, isinmə problemi var, işlədikcə isinir, qızır və SSD-lərdən daha yavaş işləyirlər. Bu haqda da məlumat verəcəm. SSD-lər haqqında bayaq da bildirdik ki, RPM-lərin sürəti 5400, 7200 və 10000 plus olur. Bunlar arasındakı fərq isə nədən ibarətdir? 5400 RPM orta sürətə malikdir. Laptoplar, personalnilər üçün istifadə olunur, yəni gündəlik istifadələrdə. 7200 RPM yüksək sürət hesab olunur. Oyunlarda, render proqramlarında istifadə oluna bilər. 10000 plus RPM-lər isə çox yüksək sürətə malikdir və server sistemlərində istifadə olunur. Az öncə dedik ki, hard disklər SSD-lərdən daha yavaş işləyirlər. İndi isə SSD-lər haqqında məlumat verək. SSD-lər nədir? Nə üçün istifadə olunur və hard diskdən fərqi nələrdir? SSD Solid State Drive müasir və sürətli yaddaş texnologiyasıdır. Hard disklərdən fərqli olaraq mexaniki hissələrdən istifadə etmir. Yəni, hard disklərdə treklər yoxdur. Hard disklər məlumatı NAND flash yaddaş çiplərində saxlayırlar. Şəkildə də gördüyünüz kimi, bu RAM-a bənzəyir. Üzərində çiplər var. NAND flash elektrik enerjisi olmasa belə məlumatları saxlaya bilən yaddaş texnologiyasıdır. SSD-nin daxilində NAND çipləri, kontroller və cache yaddaşı yerləşir. Kontroller isə məlumatların idarə olunmasını təmin edir. Bəli, şəkildə də görürsünüz. NAND çiplərində kontroller və cache yaddaşı yerləşir. SSD-lərin özləri də fərqli növlərdə ola bilirlər. SATA SSD-lər, yəni biz bunları kompüterimiza SATA kabel vasitəsilə qoşuruq. Ya ana platanın üzərində SATA yuvaları olur, ora birləşdiririk, ya da SATA USB-lərlə external, yəni daxildə deyil də xaricdə
qoşa bilirik kompüterimizin USB portlarına və yaxud da Type-C portuna. NVMe və M2 SSD-lər isə bunlar isə RAM şəklində olurlar, sanki RAM-a bənzəyirlər və bunları da biz PC-mizdə və yaxud da laptopumuzda soketlərə taxıb istifadə edə bilirik. Digər xarici yaddaş qurğusundan bəhs etsək, bu USB flash kartdır. USB flash kartlar şəkildə də gördüyünüz kimi burada əks olunmuşdur. Kiçik ölçülü olurlar. Məlumatların daşınması üçün istifadə olunur və çox rahatdır. Hard disklərdən fərqli olaraq kiçik ölçülü olduğunu bildirim. Flash yaddaş texnologiyası ilə işləyirlər. Kompüterimize USB portlar vasitəsilə qoşulur. Flash kartların USB 2, 3, 3.1, 3.2 və Type-C versiyaları mövcuddur. Bunlar isə bir-birindən sürətləri ilə fərqlənirlər. Flash kartların həcmi 4 GB-dan 2 TB-a qədər ola bilər. Biz flash kartlarla istədiyimiz bir faylları, hətta əməliyyat sistemini belə flash kartımızı bootable edib əməliyyat sisteminə aparıb başqa kompüterləri format edə bilərik. Bu cəhətdən də daşına bilər olması bizim üçün əlverişlidir. Digər yaddaş növlərindən danışsaq, xarici yaddaş növlərindən bunlara optik disklər də daxildir. Yəni CD-lər, DVD-lər və Blu-raylər. Optik disklərdə məlumatlar lazer vasitəsilə disk üzərində saxlanılır. Optik disklər də həcminə və funksiyasına görə bir-birindən fərqlənirlər. CD-lər 700 MB həcmində olur və bir dəfəlik istifadəyə yararlıdır. Yəni bu nə deməkdir? Biz bir diskə fayl və yaxud da musiqi və yaxud da hər hansı bir şəkil atırıqsa, biz səhv ediriksə və yaxud da yenidən başqa məlumatı yükləmək istəyiriksə, CD bir dəfəlik istifadə olunduğu üçün onun içindəki məlumatları silib yenidən üzərinə yeni məlumat yaza bilmirik. DVD-lər isə 4.7 GB həcmində olur və məlumatlar yazılıb pozula bilir CD-lərdən fərqli olaraq. Blu-raylər isə 25 GB və daha çox yaddaş tutumuna malikdirlər. Həmçinin bu Blu-raylərdə pozulub yenidən məlumat yazıla bilən yaddaş növləridir. Daha köhnə nəsil xarici yaddaş qurğularından danışsaq, bunlara disketlər, yəni floppy disklər aiddir. Həcmləri 1.44 və 21 MB həcmində olurlar. Bunlar artıq demək olar ki, yox, artıq istifadədən kənarlaşdırılıb, istifadə edilmir. Floppy disklər ekranda gördüyünüz bu xarici yaddaş növləridir. Artıq istifadə olunmur, istifadədən yığışdırılıb. Digər yaddaş qurğularından danışsaq, xarici yaddaş qurğularından SD kartlardır. SD kartlar nədir? Kameralarda, video aparatlarda, telefonlarımızda istifadə etdiyimiz mini kartlara deyilir, SD kartlara deyilir. Şəkildə də gördüyünüz kimi SD kartlar məhz bunlardır. Bu SD kartlardan biz telefonlarımızda yaddaş qurğusu kimi istifadə edirik və video aparatlarda, video kamera aparatlarında, foto aparatlarda bu xarici yaddaş növlərindən istifadə olunur. Hörmətli izləyicilər, xarici yaddaş qurğuları haqqında videomuz bu qədər. İzlədiyiniz üçün təşəkkürlər. Kanala abunə olmağı və daha çox izləyicinin məlumatlanması üçün videoları bəyənməyi unutmayın.